Mən heç bir vaxt bir vəzifə üçün mübarizə aparmamışam. Heç bir vaxt. Və elə gənc vaxtından elə işləmişəm, bir də görüb çağırırlar ki, səni ora qoymaq istəyəcək. Yox, hələ tezdir. Neçə dəfə olub, mənim yadımdadır. 52-ci ildə idi. Mənim 29 yaşım vardı. Məni çağırdılar, naçalnikim kontrrazvedkada KGB Azərbaycana. Hələ Stalinin vaxtındaydı. Bilirsiniz, bu dəhşətli bir şeydi. O vaxt 29 yaşında belə vəzifədə oturmaq, özü də ki, o vaxtları burada bu KGB, onda KGB idi, MGB deyirlər. MGB'də hamısı Ruslardı, Cuhudlardı, Ermənilərdi falan. Azərbaycanlılar parmağına sayma olardı. Ancaq haqqı demək lazım. Heç kəsimdə yox idi. Mən burada gedib orada patvollarda yaşayırdım onlar, evim də yox idi. Mən çağırdılar ki, sən naçalnik kontrrazvet qoyacaq. Ben dedim yok olmaz, ben gidebilmem bura. Uyan geldim oturdum, gece fikirləşdim. Əşi mən nə cür bu işlər aparıram, qurtların içində nə cür mən işləyə bilərəm, nə tər ola bilərəm. Ama sonra mən qoydular. Qoyandan sonra bunlar hamısı mənim əlimin altında elə işləyirlər ki, elə bil ki, mənlə məşğul. Demək istəyirəm ki, mən heç vaxt vəzifə uğruna mübarizə aparmamışam, vəzifə hərisi olmamışam, istəməmişəm.